Assalamu aleykum, hər vaxt xeyir. Allahın izni baxın, bu damı tamamilə söktük. Nəyə görə söktük? Çünki navalça sistemində burada problem vardı. Başlıca problemin navalça sistemində olduğuna görə çıxışlarımızı 150'lik dəyişdirmişik. Navalçamızın dərinliyi burada Aranovu kimi qoymuşdular düz. Minimum 23 sant, 25 sant olacaq. Uklonumuzu da ən azı 10 sant sağa sola yəni verəcək. Baxın, bu hissələrdə sıxıntılar ki vardı. Dam gedib bu formada paket dönür. Çalışın gizli damda məsələni sadələşdirin, damı sadələşdirin. Bizim navalçamız gedib dönməkdənsə biz navalçanı düz elədik axıra qədər. Yəni heç bir maneəsiz. Və ən küncə qazanı salmışıq. Stiklər görüşən yer küncdə olacaq və navalçanın qazanı birbaşa bu küncdən düşəcək aşağıya. Və ona görə də bu hissəndə uklonun üzü bu tərəfə verəcək. Tamamilə bütün divarlar falan hamısı bağlanacaq. Maksimum dərəcədə kleydə istifadə etməməyə çalışacağıq həmişəki kimi. Bu hissədə də baxın, Aranovu bu hissəyə atmışıq, 40 sant məsafəsidir. Bu hissədə də 30 cm enliyində və 25 cm dərinliyində olacaq. Bu hissəndə uklonun bura veririk. Navalçanın buradan dönüb bu hissədən getməyi birbaşa burada stiklər yaranır və burada o problem yaradır. Və istədiyimiz kimi uklonumuzu da bu halda olanda sadələşdirəndə istədiyimiz kimi uklon da verə bilirik.